Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 1-ci sinifə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı da açıqlanıb. Bakı şəhəri üzrə Təhsil İdarəsinin təhsil alanlarla iş sektorunun müdiri Tural Mahmudovla bu mövzuda danışacağıq. Hər vaxtınız xeyir olsun Tural bəy. Vaxtınız xeyir olsun. Məlum olduğu kimi mayın 1-dən 1-ci sinifə elektron qeydiyyat prosesinə start veriləcək. Uşaqların 1-ci siniflərə elektron qeydiyyat prosesinin tarixləri və prosesin ardıcıllığı maraqlıdır. Bu barədə informasiya verməyinizi xahiş edəcəm. İlk öncə tamaşaçılar salamlar. Bəli, doğru qeyd etdiniz. Mayın 1-dən 1-ci sinifə qeydiyyat prosesinə start verilir. 1 may, 6 may tarixlərində qeydiyyat prosesi olacaq. 6 may tarixindən Azərbaycan bölməsi üzrə artıq belə deyim, valideynlər məktəb və müəllim seçimi edə biləcəklər. Eyni zamanda həmin tarixdən tədrisi digər dillərdə aparılan bölmələr üzrə müsahibələrə qeydiyyat prosesi başlayacaq. Qeyd edeyim ki, proses sentyabr ayının 12-sinə kimi ümumilikdə proses davam edəcək və ilk bir ay ərzində 6 may, 5 iyun tarixləri ərzində Azərbaycan bölməsi üzrə üstünlük hüququ ilə şagird qəbul ediləcək və bir aydan sonra boş qalan şagird yerləri digər vətəndaşların da belə deyim ixtiyarına açıq elan ediləcək. 17 iyun tarixindən tədris digər dillərdə aparılan bölmələr üzrə prioritetli şagird qəbuluna başlanacaq. Ardıcıllıq olaraq bir ay ərzində üstünlük hüququ ilə şagird qəbul edildikdən sonra boş qalan şagird yerlərdə digər vətəndaşların ixtiyarına açıq elan ediləcək. Tural bəy, bu arada məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə əsasən aparılacaq. Bu barədə biraz məlumat verdiniz. Bunların əsas fərqi nədən ibarətdir? İstəyərdim ki, sözügedən suala da aydınlıq gətirəsiniz. Üstünlük hüququ ilə şagird qəbul edən məktəblər ilk öncə ərazidə yaşayan və yaxud da ki, ərazidə qeydiyyatda olan vətəndaşların övladlarını və yaxud da ki, bacı qardaşlarından biri həmin məktəbdə təhsil alması, eyni zamanda valideynlərindən biri həmin tədris müəssisəsində çalışması üstünlük hüququ hesab edilir. İlk bir ay ərzində həmin üstünlük hüququna sahib olan, malik olan vətəndaşın övladlarını qəbul edəcək və yerdə qalan boş yerlər digər vətəndaşlar üçün açıq elan ediləcək. Amma sərbəst qəbul aparılan məktəblər isə istənilən şəxs, belə deyim, həmin məktəblərə onlayn qaydada müraciət edib öz övladı üçün məktəb və müəllim seçimi edə bilərlər. Bu prioritetlərin tətbiqi hansı məqsədlərə xidmət edir? Bu niyə tətbiq olunur? İlk öncə prioritetlərin tətbiqinin məqsədi süni şagird sıxlığının qarşısının alınması, eyni zamanda sosial ədalət prinsipinin təmin edilməsi və məktəblərdə normal tədris mühitinin yaradılması məqsədi ilə ilk öncə üstünlük hüququ ilə şagird qəbul edilir ki, bu da məktəblərdə tədris prosesini və sosial ədalət eyni zamanda həmin ərazidə yaşayan vətəndaşların ilk öncə qəbul edilməsini daha vacib hesab edir. Bir də Azərbaycan bölməsi, eyni zamanda tədrisi digər dillərdə aparılan bölmələr var. Bu bölmələr üzrə hansı tarixlərdə valideynlər sorğu yerləşdirə bilərlər? 6 may tarixində Azərbaycan bölməsi üzrə valideynlər sorğu yerləşdirə bilərlər. Tədrisi digər dillərdə aparılan bölmələr üzrə ilk öncə 6 may tarixindən müsahibələrə qeydiyyat prosesi başlayacaq və müsahibələrdən uğurla keçən vətəndaşlar 17 iyun tarixindən artıq həmin vətəndaşlar da tədrisi digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi edə biləcəklər. Ötən illərdə fərqli söz-söhbətlər var idi, yanaşmalar var idi. Tədris digər dillərdə tədris olunan müəssisələrdə təhsil alan şagirdlərin valideynləri tərəfindən bu istiqamətdə hansı yeniliklər varmı hazırki məqamda? Fərqli qərarlar verilibmi? Ümumiyyətlə hansı çatışmazlıqlar var? Yoxsa hər şey ideala yaxın səviyyədədir? Ümumiyyətlə, tədrisi digər dillərdə aparılan bölmələr şagird qəbulunun əsas məqsədi ondan ibarətdir ki, həmin uşaqlar o dildə sərbəst danışıb, anlaya bilsinlər. Bəzən vətəndaşlarımız
uşaqlarının dil öyrənmək xatirinə həmin bölmələrdə tədris almasını istəyir ki, bu da həmin şagirdin gələcək karyerasında, gələcək tədrisində demək olar ki, yaxşı nəticələr əldə etmək mümkün olmur. Buna görə də tövsiyəmiz budur ki, vətəndaşlarımızdan, ailələrimizdən, əgər övladı həmin dildə sərbəst danışıb, dinləyib anlaya bilirsə və hər hansı bir çətinlik yoxsa o bölmələrə müraciət etsin. Yox, əgər hər hansı bir dili öyrənmək məqsədi ilə o bölmələrə müraciət edirsə, bu mən elə hesab edirəm ki, tamamilə yanlış fikirdir və bu fikirdən daşınmaq lazımdır. Aydındır. Çox sağ olun. Fəaliyyətinizdə uğurlar arzulayıram sizə. Qeyd edeyim ki, birbaşa bağlantıda Bakı şəhəri üzrə Təhsil İdarəsinin təhsil alanlarla iş sektorunun müdiri Tural Mahmudovla danışdıq.